Allah'ın salamı olsun sənə, ya İmam Rıza. Mən Meksikadan bu qədər yolu səni ziyarət etmək üçün gəlmişəm. Sən bizim üçün çox müqəddəssən. Mən İmam Rıza haqqında kitablar oxumuşam. O, çox müqəddəs şəxsdir və burada olmaqdan olduqca xoşbəxtəm. Mən İslamı 50 yaşında qəbul etmişəm. Katolik idim, indi isə şiəyəm və Məşhədə İmam Rızanı ziyarət etməyə gəlmişəm. Dediyim kimi, Əhl-i-Beyt haqqında kitablar oxumuşam və onları çox sevirəm. Və bütün bunların da nəticəsində şiə oldum. Və hər kəs katolikdir. Və onlar Allahı ata, oğul və müqəddəs ruh kimi təsvir edirlər. Mən İslam haqqında oxumağa başladıqda gördüm ki, müsəlmanlar Allahın tək olduğunu deyirlər. Bu yanaşma doğru və məntiqlidir. Sonralar mən şiəlik haqqında oxumağa başladım. Dəqiq və mükəmməl olduğu üçün çox bəyəndim. Mən şiə olmaq qərarına gəldim və şiə olduğum üçün də xoşbəxtəm.